Tamam müəllim. Salam eşit. Necə uşaqlar? Yaxşı müəllim. Sağ olun. Yaxşı. Sağ olun, mən də yaxşıyam. Çox sağ olun. Həmişə yaxşı olun. Deməli, Mən işləyirdim dərsdə. Sonra manage accounts gəldi. Mən o bu gün yeni oldu. Kodum bəziləri yazmışam, yəni Word-dadır. tamam, uşaqlar beləyək. Vizəcdə bəzən olur. Yəni səbəbini heç kim bilməsə də, bəzən problemlər olur, həll göndərmə problemləri olur. That's why mən öz saytımı yaratmaq zorunda qaldım. Düzdür, məsələn, sizə məsələn də hələ ki examləri ancaq buradan yazdıra bilirəm. Çünki belə də burada olan hər bir sualı oraya yerləşdirəndə test case problemləri falan çox olur hələ ki. Ən çox bunda şahidi Rəşiddir bu dəqiqə. Onları da bacardıq qədər əllə düzəldirəm, amma yenə çatdırmıram da bir müddətdən sonra. Onun üçün hələ ki ən yaxşı hal-hazırda vicdandan işləməkdir. Və o ki gəldik həll göndərmə məsələlərinə. Məsələn, nə deyə bilərəm? Dünən məsələn özü çox oldu. Ondan əvvəlki qrupumuz, yəni dünən qoşulan qrup, belə, onlar da həll yazmışdılar nə qədər, amma sırf sizdə olan problem orada da yaşanırdı, yəni o qrupda da. Onlar da sizin kimi yəni, tapşırmışdım ki, bir yerə qeyd edeyim, Word-ə, Sublime-a, nə bilim, text dokumentə. Oradan sonra artıq bir müddətdən sonra yenə təzədən açılırdı, amma açılandan sonra başladılar yavaş-yavaş göndərməyə. Və sizə də yenisini məsləhət görən bir müddətdir. Yəni 1-2 saatdan bir uzağa düzəlir problemlər olanda. Bir də nə göstərəcəm bu gün? Düzdür, qrupa amaldan xahiş etmişdim mənim əvəzimə rekord çəkib atsın. Baxmısınız yəqin ki o videoya, düzdür? Bəli. Eləyə bilənləriniz olubsa nə gözəl. Eləyə bilməmsinizsə də çalışacağam ki, dərsin ortaları ya da axırlarına doğru bunu ətraflı izah edeyim bir də. Tamam. İndilik məncə həll göndərməyə açıq olmalıdır, yox? Bağlıdır yenə. İndi baxdım açıqdır. Hə, indi açıqdır. Yox, açıq deyil. Məndə açıq deyil. Təzən baxan. Yaxşı, yəni də onda başlayaq elə göstərim, sonra davam edək. Birinci 4 nəfər idi, düzdür? Belə bir sual verim. Kimin Eolimp hesabı var? Artıq var. Mənim var. Rafiqim var. Aha. Mənim də var. Rəşidin də var. Ayan, sən Firta'da oxumusansa, böyük ehtimal sən də olmalıdır. Mən Elon hesablayasın. Dəqiq baxın. Yoxdursa problem yoxdur. Onsuz da böyük ehtimal sədiyər üçün açacağıq. Yəni olanlar olsa zaten var, düzdür, yəni olanlara bir şey demirəm. Əsas fikri olmayanlara verək, Ayanla Sədiyər. Bax, deməli, nə edirsiniz? 2 dənə yöntəminiz var. Ya Google-dan istifadə edə bilərsiniz. Yəni kompüterinizdə məsələn mail açıqdırsa, bu dəqiqə məsələn məndə məsələn öz mailim açıqdır. Google-a bassam, özünüz görə bilərsiniz, məni belə bir yerə atacaq, amma mən qeydiyyatdan keçmək istəmirəm. Buradan davam edəcəksə asandır, yəni onun qeydiyyatı keçmək asan. Ya da ki, sign up var aşağıda. Baxın, hesabınız yoxsa sign up deyə bilərsiniz. Bir username qoyursunuz, sadə bir username, nə istəsiniz qoya bilərsiniz. İstəsəz elə vicadakı adınızın eynisini qoya bilərsiniz, yaxud təzə bir şey istəyir, təzə bir şey. Bura çalışın adınızı elə olduğu kimi yazın, amma ingilis əlifbası ilə. Ölkə məcburi deyil, amma seçsəz yaxşı olar. Ad günü yenə məcburi deyil, random bir şey də seçə bilərsiniz. Mailə diqqət edin. Yəni yazdığınız mail düz olsun. Parol, eyni parol 2 dəfə, amma bəzi şərtlər var. 10 simvol olsun. Belə də böyük hərf olsun, nöqtə, vergül kimi bir işarə olsun, nida, hashtag kimi bir şey olsun və rəqam olsun. Yəni güvənlik açısından. Bu parolu yazdınız, parolun eynisini yazırsınız. Bunu da bir dənə klikləyirsiniz, sonra sign up deyirsiniz. Məsələn, deyək ki, random user. Kameranızı bağlamışsınız. Nəyimi? Kameranı bağlamışsınız. Kameranı? Hə. Kamera niyə açıq olsun? Hə, indi gördüm.
Ha, Okey, ekran. Bəli, ekran. Ekran açıqdır. Bax, görsənmirsə bir də söndürüm, yandırım. Yox, indi görsənmə. Hamıya görsən uşaqlar, heç kim görüntü problemi yoxdur. Ben Aha. Mesela random user Steve Roger, nə bilim, bir adam adı, ölkə Azərbaycan yazsa elə bir problem olmaz. Mən sadəcə sizə sırf görəcəyiniz bir belə user yaradıram. E-mail temmaildən istifadə edək. Temmail. Sizə bu məsləhət görmürəm, amma yenə də çalışın öz mailinizi yazın. Mən sırf öz mailimi bu dəqiqə işlədirəm, yəni öz hesabımda onun üçün yazmayacağam. Parolu yəni Sublime birincisi üçün yazım. Yəni necə bir şey yazdım. Məsələn, özüm üçün belə bir parol qoyuram. Abulfaz 123 hashtag deyə bir parol qoyuram. Uzunluğu yaxşıdır. Böyük kiçik hərf var, hashtag yəni simvol var. Qəşəng parol oxşuyur. 2 dəfə eyni şeyi yazıram. Birthday. Bunu da nə bilim, mən özümkini elə olduğu kimi yazacağam. 12 15 bir dəqiqə, 12 sign up. Mail qəbul eləmədi. Olsun. Yaxşı, başqa bir maildən istifadə edək. Başqa mailim yoxdur axı mənim. Deyim ki, bu dəqiqə temp maili qəbul eləmir. Həqiqi bir mail yazaq. Yəni də öz mailinizi yaza bilərsiniz. Məsələn, mənim öz mailim deyək ki, bu da, amma indi hal-hazırda dediyim kimi bundan istifadə edirəm deyə təzyin eləyə bilməyəcəm. Buna vurursunuz, sign up olursunuz artıq. Sign up eləyəndən sonra eləməli olduğunuz nə var? Ya birbaşa hesabı atacaq, ya da atmadısa sign up hissəsi var, yox. No thanks. Buradan username və bayaqki parol yazıb kimi login vura da bilərsiniz, vurmaya da bilərsiniz. Sadəcə uzun müddət bir də şey istəməyəcək sizdən. Login parol istəməyəcək. Əgər sağ tərəfdə adınız görsənirsə, bilin ki, hesabdasınız. Ayan, bir də sədiyər. Bacardığı qədər indi yoxlayın eləməyi. Tamam. Görün, eləyə bilirsinizmi? Okey. Siz onu eləyin. Mən də bir dənə hələ ki şey göstərim. Bir saniyə. Yəni mən bir şey deyə bilərəm. Uşaqlar, evə hardan vermişdim? Bir də mən xatırladım. Mən B adam versək. Hə, B-ləri də uzun sözün qısası. B-lər. Mən də sizlə, necə? Mən səhvlərimi düzəltmək istəyirdim, amma orada elə ki error verib ki, çox submission eləmişəm. Elə olanda page falan yeniləyirsən, düzəlir. Yəni o çox da belə şey error deyil. Sən səhifəni falan bir-iki dəfə yeniləyirsən, məncə düzəlməli o da oynar. Mən də vaxtilə olub bir-iki dəfə almışam elə error. Səbəbi şey olur, yəni çox tez-tez submit göndərilmiş kimi olursan, yəni bir növ sanki durmadan hər göndərilmiş kimi olursan, onu da qarşısını almaq üçün eləyirlər. Yəni biraz gözləyirsən ya da ki səhifəni bir-iki dəfə yeniləyirsən, düzəlməlidir oyuna. Ayan dedi ki, mən həlləri Word-da falan yazmışam. Sədiyər, səndə də eyni durumdur. Mən bəziləri yazmışam, bəziləri. Yazmadı. Mən verdiklərim var, yəni yazılar yazmışam orada.
So ikisini yazmısan. Yox. Bir dəqiqə, ben qarışdırdım. İlk 5-ni yaza bilmirsən. So ondan sonra alınmayıb ayağın, yoxsa necə? Mən xeyr almayı nə eləmişim alınmadı. Tamam, problem yoxdur, baxarıq. Sədiyar, səndə vəziyyət necədir? Niyə buralar boşdur bala? Ben orada işləyirəm. Nəsə bir mənim üçün akant satdı ki, error gəlir mənim işləyəm, O bilmirəm. həllər yazın, həllər saxlayırdın da, haradasa yəqin ki, yox. Mənim saxlaya bilmərəm, indi atamın işinə görədir, indi saxlaya bilmirəm. Niyə bəs? Yaxşı, suallara baxarıq, suallara baxmaq problemi yoxdur. Yaxşı, hesab aça bildiniz. İkiniz. Mən bir kəs sizlə bərabər eləmişdim, onda alınmırdı. Nə eləmişdim, açılmırdı. İndi yoxlamadın. Mən Toraltla opsi telefondan olar ki, birazdan ineyim. Tamam, biraz sonra onu yoxlayarsınız. Mən sizə nəyi göstərim? Hesabınıza connect eləmək lazımdır. Bir dənə də onu göstərim, sonra keçək suallara baxaq. Məsələn, deyək ki, həll atacaqsınız uşaqlar. Bir dəfə connect eləsəz bəs eləyir. Yəni hər dəfə eləməyə ehtiyac yoxdur. Böyük ehtimal ki, sizdə bu gəlməyəcək. Baxın, qıraqda məncə account var. Bastınız. Buradan e-olimpi seçirsiniz. Baxın, çox tez-tez göstərməyim. Ora bastınız. Baxın, qıraqda e-olimp var, gördük. E-olimpi seç. Yəni böyük ehtimal ya da yoxdursa belə browse session. Yox, bir dəqiqə. Heç birini seçməsəm nə gələr görəsən? Yox. Neysə, buradan necəsə eləyim, buradan e-olimpi seçin. E-olimpi seçəndən sonra ən yaxşısı olar ki, username plus password. Bayaq ki, hesab yaradandakı username, bir də bayaq ki, password. Bunu qeyd edəcəksiniz, yəni hesab yazdığınızda. Sonradakı directly desəz elə bəs eləyir. İkisindən, yəni çox da bir önəmi yoxdur. İkisindən birini seçin və salam, direkt qoşulacaqsınız. Aydındır? Tamam. Sonra bunu eləyəndən sonra artıq istədiyiniz qədər həll göndərə biləcəksiniz. Yəni bir problem olmayacaq. Tamam. Yox, görsəz ki, əgər bu çıxmır, elə default account hissəsi işləyir. O zaman elə connect eləməyinizə də ehtiyac yoxdur. Yəni açıq olan vaxtlarda elə default accountla da göndərsəz bəs eləyir. Yəni e-olimpi işə qatmasanız da çox da bir problem yoxdur. Tamam uşaqlar? Bəli. Yaxşı, gəlin çox vaxt itirməyək, suallara başlayaq yavaş-yavaş. Amma bir saniyə üzr istəyirəm, belə başlayaq. Müəllim. Aha. Mən bir dəqiqə, desəm məndə almır. Bir dəqiqə uşaqlar, bir. Aha, eşidirəm. Mənim məndə almır. Bir. Sədiyar, deyiyorum. Account yarada bildin. Mən az qalıb. İndi mənə bir dənə e-mail alın, mənə gəlib onu yazın. Okey, onu həll elə, Rafiq. Aha, sən. Müəllim, soruşurdum ki, bugün yeni mövzu keçəcəyik. Əslində fikrim yox idi. Yəni düşünürəm ki, sırf bu kontest bitsin, çünki C-lər qalıb elə. Yəni bir dərslik suallarımız var. Bu bitsin, bundan sonra 2D for keçəcəyik böyük ehtimal. Tamam. Ondan sonra da massivlərə başlamaq istəyirəm, amma dediyim kimi hələ düşünürəm ki, loop qutarsın, sizə biraz loop'un examini yazdırım, çünki loop önəmli mövzudur. Belə, hər şeyin təməlində loop durur. Yəni loop'u başa düşdüsə, başa düşməyəcəyiniz bir mövzu yoxdur əslində. DP xaric. Amma belə deyək də, çox da wow bir üstündə qalmaq da istəmirəm, çünki bütün vaxtımızı fora sərf eləsək və dövrlər sərf eləsək, digər mövzulara çox vaxtımız qalmaya bilər. Yəni düzcə tələsməyin, yəni biz əslində yayda başlamamızın avantajı budur. Account yaratdım. Hə, tamam. Bu hissəni başa düşmüşdün, necə connect eləmək lazımdır? Deməlim, Bax, gəldin, submit-ə bastın, manage account var, tamam. Girdin. Buradan e-olimpi seçirsən. Okey, yəni seçilməyibsə seçirsən, seçilibsə içinə əl vurma ilə qalsın.
Sonra buradan username plus password-a vurursan, bayaqki qeydiyyatdan keçdikləri yazırsan və ikisindən birinə vur, qoşulacaq. Adımla Aha, şey yazıram da. Aysa, parola. Və Tamam Rafiq, yəni hələ ki 1-2 dərslik loopun üstündəyik. Tamam. Yaxşı, bəsdir artıq. 21 dəqiqəmiz gedib, başlayaq suallara. Mən şeydən çıxmışam. Yay dərslərimiz 3-6-28. Okay. Şöyle, bir də bu əvvəldəki boşlarda yavaş-yavaş tamamlayın. Bunlar niyə qalır? Düzdür, məsələn, Hayır, baxdım mən yazamadım ya. nəyə? K məsələsi var orada. Tamam, vaxtımız qalsa qayıdaraq, çünki böyük ehtimal qalacaq. B-dan başlayaq, onda tez-tez hər suala baxa-baxa gedək. Nə istəyir? Deyir ki, sualın şərtini deyir ki, bir də n ədədimiz var. Bu n ədədindən böyük, amma 7-yə bölünən bir ədəd tap. Yəni artıq şu var, bu tür sualları biz rahatlıqla yaza bilməliyik. Yəni yazırıq yox, yaza Mənim. bilməliyik. Aha. orada mən bind directly yoxsa bind with protection'la basam. Fərqi yoxdur. İkisindən birini yoxla sadəcə. Çox da önəmi yoxdur. Şolar, gəlin sadəcə bayaq bunu izah eləmək istəyirəm. Gəlin sizə yeni mövzu olaraq bir şey izah eləyim, sonra bu sualın həllinə baxaq. Görək ki, daha effektiv bir yoldan danışaq. Şolar, yadınızdadır biz looplardan danışanda. Bir saniyə. Yadınıza gəlir biz looplardan danışanda, məsələn, while-ı izah eləyəndə demişdik ki, while sanki bir if kimi düşünün, amma if'in daha geniş formasıdır. Və biz dedik ki, while-ın içində break yazanda nə baş verirdi? Əgər break gördüksə, həmin an bu while dururdu. Okay? İndi isə gəlin break'in daha bir advanced versiyasını öyrənək. Yəni daha gelişmiş bir versiyası var. Bu da nədir? Böyük ehtimal ki bilirsiniz. Yəni bunun nə olduğunu, yəni o function adını bilirsiniz. Amma yəni onun o işə yaradığını bilmirsiniz. Sizcə bu hansı functiondur? Break'in bir sonraki növü. Return 0. Sən bildiyin üçün avtomatik dedim. Bəli, return 0. O kodun hər zaman sonunda yazılan, o bizim hələ heç izah eləmədiyimiz o return 0 break'in əslində daha gelişmiş bir versiyasıdır uşaqlar. Bu nə deməkdir? Məsələn, gəlin belə bir kod yazaq. Shout hello Endo shout my name is Abe. Məsələn, sadə belə bir kod yazaq. Run eləyəndə yəqin ki də artıq burada bir şübhəmiz yoxdur, ekrana nə verəcək, düzdür? Çox zaman biz görürük ki, kodların sonunda bir dənə return 0 yazılır, düzdür? Amma heç vaxt danışmamışıq ki, bu return 0 nədir, nə işə yarayır? Bugünkü dərsimiz, yəni yeni mövzu bir növ bunun üzərində olacaq. Baxın, indi belə bir şey izah edirəm. Return 0 gördüksə, yəni biz yox da, yəni kod run ola bilirik ki, yuxarıdan aşağıya doğru gəlir. Deyək ki, kod run ola gəlirsə və hardasa return 0 görürsə, sözün həqiqi mənasında kod durur, yəni bitir. Bir, nə bilirik, kod nə vaxt bitir əslində? Sona çatanda bitmirdi. Return 0 onu həmin an bitirir. Yəni, bir növ düşünürük ki, bu necə ki, loopun içində break var idi, break'i görən kimi loop dururdu. Return 0 da bir kodun break'idir. Kodu tamamilə durdurur. Baxın, artıq mən bunu silim, yəni bunun mənası yoxdur, onsuz da heç vaxt olmur. Məsələn, bayaq gördüyünüz kimi, return 0 olmadan yazanda bu şəkildə gedirdi. Amma yox, deyək ki, bu belədir, yəni ortaya return 0 yazarım, o zaman nə baş verir? Hello world'u verir, hello'nu verir, return'u görən kimi kod durur. Yəni, o deməkdir ki, bundan sonra
Nə yazıram yazım işləməyəcək. Aydınmı bu bura kimi? Bəli. Məsələn, Bəli. hər zamanki sizin baxış açınızdan baxsaq, məsələn, Ayan deyə bilər ki, müəllim, onda bu kodu elə yazmayaq da, bunun, yəni return 0-dan sonra yazmağın nə mənası var? Return 0-ı, yəni əlbəttə özünüz görə bilərsiniz. Yəni əslində, yəni məqsədimiz direkt kodun ortasında yazmaq deyil. Bizim məqsədimiz adətən onu if-in və yaxud da for-un içində yazmaqdır. Məsələn, deyək ki, məsələn, son şərti belə ola bilər. Bizə ekrana A böl B dənə deyək ki, hashtag verməyimiz istənilir. Okey. Ona hashtag. Hashtag alın. Hə, istəyirmiş. Okey, son şərti məsələn belədir. Biz normal olaraq bu sualı yazmalıyıq ki, A elə A B, sin A B, düzdür? B 0 ola bilər. Yəni ehtimal olaraq baxsaq, B 0 ola bilər. Yəni sualı onun üzərinə quraq. Deyəcək ki, əgər B nida bərabərdirsə 0-a, nə bilim, kodun içində ged nəsə elə, ya bunun içində for yazmalıyıq. Amma bəzən hallarda proqramistlər buna qarşı çıxırlar. Belə bir şey eləyirlər. Deyirlər ki, baxın indi başa düşməyə çalışın. Əgər B 0-dırsa, cout error və return 0. Baxın, bundan sonra kod yazsaz belə, for yazsaz deyək, inti 0-dan i kiçik A böl B-yə qədər i++ cout hashtag. Onu hashtag. Hə, üstəydi. Unduram hər dəfə. Deyək ki, baxın, 5, 3 yazsın. 5 yox, 15, 3 yazsaz. Baxın, B 0-dır mı? Deyil. Yəni, hələ ki bir səhv görmür. Düzdür? Və davam edir. Yəni, gəlir aşağıya, 5 dənə hashtag verir. Amma yox, 3-ün əvəzinə 0 yazsaz. Biz sanki bu kodu bu forun içinə yazmağa və if-in içinə yazmağa əvəzinə mən problem görən kimi onu ekrana verdirirəm. Və error yazandan sonra return 0 onu edir ki, yəni kod durur. Yəni artıq biz normalda bunu yazmasaydıq, if-in qutaran kimi bu fora başlamalıydı, düzdür? Amma return 0 bütün sanki funksionu durdurur və ekrana sadəcə yazını verir. Başa düşdüyü məsələn bu haçan əlverişli ola bilər. Bu tipli return 0 məsələləri. İnşallah məsələn gələcəkdə funksiyonlar da keçəcəyik, funksiyon dərslərimizdə. Orada return 0-ın, return funksiyonunun çox önəmli olduğunu görəcəyik. Bu da ayrı bir dərsin mövzusudur. Amma indiyə kimi return 0-ı, yəni return 0-a verə biləcəyimiz ən yaxşı şey budur. Və yaxud uşaqlar, məsələn, bəzi hallarda return -1, yəni biz bunu kodda yazmayacağıq. İndi advance-a geçsəz, belə, kodda bir problem varsa onu ekrana vermək üçündür. Sən cpp val non returns yox, bu şəkildə çıxmadı. Məsələn, yəni bəzi məsələn error kodları var ki, onları verəndə məsələn bildirmək istəyirsən ki, məsələn ədədlərində səhvlik var, verilən size düz deyil. Bu tipli şeylər var, amma dediyim kimi biz bunlardan istifadə eləmirik. Bizim istifadə etdiyimiz tək 0-dır. Yəni heç bir error olmadan bitir kodu. Amma əslində error var ki, biz orada dururuq, amma biz onu yazı kimi verdiyimiz üçün çox da bir problem olmur. Nəsə. Okey, demək, return 0-ın nə olduğunu başa düşdük. Haçan istifadə edə bilərik, başa düşdük. Okey. Mən sizə məcbur eləməyəcəm ki, 100% kodunuzun içində return 0 olsun. Yəni lazım olsa özünüz görəcəksiniz ki, bəzi hallarda effektivdir. Məsələn, indi bu suala baxsaq, nə istəyir? N-dən böyük 7-yə bölünən ədəd. Tamam, gəl yazaq. Eləyin. Məsələn, bunu return 0-lı bir kodu çox maraqlıdır əslində. For int i n+1-dən bir şərt qoymuram, i++. If n faiz 7 bərabərdirsə 0-a, yəni bölünürsə, n yox, daha doğrusu i, 7-yə bölünən bir ədəd gördünsə, cout i və return 0. Break də yazsaydıq, düz idi. Yəni, baxın, break də düz işləyərdi. Amma, belə, düşünün ki, bu kodun başqa bir davamı var. Amma indi yoxdur da, belə, indi hal-hazırda yoxdur. Amma return 0 olanda, direkt elə durdur. Yəni break-lə dediyim kimi, bu dəqiqə break-lə çox da fərqi yoxdur. Break də yazsaydıq
düz işləyəcəkdir. Yəni baxın da hansını istəyirsə yaza bilərsiniz. Amma baxın, mən breakdən sonra cout hello yazsam, bu hello-nu çıxışa verəcək. 15-dən sonra 7-yə bölünən 0 boş verin. Baxın, hello-nu verir. Amma bunu return-ə çevirən kimi orada nə olur olsun, artıq return görən kimi kod durur. 7-yə bölünən bir şey tapır və durur. Aydındır uşaqlar? Okeymi? Yəni, ikisi ilə də yazmaq olar. Bu A sualı. Yazıla bilərdi. Yazmışsınız da bu ehtimal çoxunuz. A plus B. Bilmirəm, indi baxmayacam neçə nəfər yazıb yazmayıb. Son şərt... Siz bir koda başlamışsınız. Başlamışam. A üstə gəl B nəticəmini tapmaq istənilir. Son şərt əslində çox asandır. Inputda biraz önəmi var. Baxın, bizə demir neçə ədəd var. Və biz demişik ki, əgər bilmiriksə neçə dənə input var, eləyə biləcəyimiz, yəni use eləyə biləcəyimiz ən yaxşı şey while-ın içinə sin yazmaqdır. Sin A, B neçə dənə ədəd almaq planlayırıqsa o qədər. Yəni, normal sin. Bu nə edəcək? Input ala bildiyi müddət ərzində input alacaq. Yəni, gələcək, 1-1 alacaq, 2 verəcək, 1-2-ni alacaq, 3 verəcək. Yəni, sadə bir yolla bacardıq qədər input alıb, onları çıxışa verəcək. While sin A, B, cout A plus B. End of. Yəni, siz buranı neçə dəfə yazırsınız, yazın. Nə bilim, 1, 5, 2, 5, 1, 2, 1, 9, nə bilim, 4, 5, nə bilim, neçə yazırsınız, yazın, neçə dəfə yazırsınız, yazın, durmadan input alacaq və hər birini ayrı-ayrı hesablayacaq. Qaynaq nəsə var? Xeyr. Ümid edirəm, AB-də heç yəni, səhv olaraq səhv yox idi. AB-də, aha, səhv yoxdur. C nasıl adam yazıb? Garden. Bu çox mənasız sualdır, razıyam. Yazmanızı başa düşürəm. Burada bir şey tapmaq lazımdır. Son şərtin birinci tam başa düşmək lazımdır. Bir dəqiqə. They did not matter. They began watching some accounts. İnandı. B deyək. Deyir ki, təsəvvür edin ki, ağac əkmişik. Ağaclar əkilən gündən etibarən yağış başlayıb yağmağa. Onun üçün ilk K gün bunlara su verməyib. Ondan sonraki günlərdə başlayıb necə sulamağa? 1 bölünsün n minus n ya da n minus 0, yəni 1 bölünsün n qədər su verib. Ondan sonraki 1 bölünsün n minus 1 hissədə, yəni vedrənin bu qədər hissəsi qədər su verib. Sonra n minus 2, sonra n minus 3. Bu necə işləyir, mənim heç bir fikrim yoxdur. Sonra n minus 2, sonra n minus 3. Bu şəkildə solaya gedir və haçansa durur, bir dəqiqə. Aha, bunların cəmi, bu verdiyi hissələrin cəmi 2də 1-i keçməyənə qədər, biraz qəribə sualdır, 2də 1-i keçməyənə qədər sulayır. 2də 1-i keçəndə, yəni bunların cəmi keçəndə isə durur. İndi bizdən nə istəyir? Və bu ümumilikdə bu hadisə, yəni bu total hadisə n gün baş verib. Bu n-lə eynidir. Bu n-lə bu n. İndi bizdən soruşur ki, bu neçə gün yağış yağıb, yəni neçə gün bunları sulamayıb. Məsələn, buna sadə bir test case-dən baxsaq, 3 olsa, n3 olsa, bu deməkdir ki, 3 dənə gün var, sanki belə düşünək. Birinci gün, ikinci gün, üçüncü gün. Biz K-nın neçə olduğunu axtarırıq, yəni neçə günün üstündən keçib. Baxın, 1 bölü 3, bir saniyə.
Y neqativin aha, ikinci gün başlayır. Aha. Sən N3-dür. Baxın. Yəni gətirəcəm sözü. Mən nəyə hesablamalıyam birinci uşaqlar? Yəni dediyim kimi son şərti biraz qəribədir. Baxın 1/3 üstə gəl. 1/3 böyüdümü belə yazıram. Böyüdümü 2-də 1-dən. Bu şərt ödənirmi? Yox. 1/3 birdən kiçikdir. Kiçikdir. Mən bu şərt ödənmir deyə mən hələ də artıra gedirəm. 1 bölünsün 3 minus 1. Bu özü ilə 2-də 1 eləyir. Düzdür? 3-də 1 üstə gəl 2-də 1 100% 2-də 1-dən böyükdür. Deməli 2 gün bunları sulayıb. Yəni 2 gün bunlar sulanıb. Deməli son 2 gün, yəni bu gün və bu gün sulandı. Və bizə nə deyir? Kancı gün başlayıb. Kancı gün başlayıb neçənci günə düşür bu da? 1, 2, 3. İkinci gün başlayıb sulamağa. Onun üçün cavabımız olur 2. Başa düşdüyümü? Son neynədiyimizi? Bəli. Deyim ki, test case böyüdükcə, yəni bizim baxmalı olduğumuz artıq yeganə məsələ nədir? Biz hər dəfə bunu qısaca siqməni yazacağam. Bunu for düşünün, yəni bu işarə əslində for deməkdir. Bildiyimiz for. Başlayırıq hardan? Sıfırdan, gedirik üzü yuxarıya doğru. Məqsədimiz nədir? 1 bölünsün n-i-ni hesablamaq. Yəni bunları hər dəfə cəmləmək. Və bu hara kimi gedirik? Böyüdür, bərabərdir 2-də 1 olana qədər. Məsələn, n ola bilər ki, 7 olsun. 7 olsun, neynəyəcəyik? 1/7 üstə gəl. 1/6 üstə gəl. Bu şəkildə ta 2-də 1-dən böyük olana qədər gedirik. Haçan böyük oldusa, çıxışa oradan n-i verəcəyik. Və salam. Koduna baxaq. Double ilə götürəcəm, çünki hər şeyi double ilə hesablayacağıq. Double n, c olsun 0, sin n, for int i 0-dan i kiçikdir. i-yə bir şərt qoymayaq, i++. C plus bərabərdir, nə dedik? 1 bölünsün n-i. Və yoxlayıram ki, əgər c böyüdür, bərabərdirsə 1/2-dən, yəni 2-də 1-dən, 0.5 də yaza bilərsiniz. O zaman neynə? Siyahıta n-i ya da n-i plus 1 ya da minus 1 nəsə belə bir şey olmalıdır. Və return yaza bilərsiniz, break yaza bilərsiniz, yəni break yaza. Belə. Yox, bir olanda düz işləyərmi, işləməzmi bilmirəm, amma yəni, məsələn, 3 verək, elə sualın öz şərtindəkini. Bizə 2 verməlidir. Belə. Qarnıq nəsə var uşaqlar? Neynədiyimiz aydındır? Bəli. Narahat olun, examə belə suallar salmayacam, amma sırf problem setin içində var idi deyə dəymədim. Məsələn, çox qalmıyorum o sualın üstünə, keçirəm o birisinə. 1-dən 5-ə qədər deyək, tək ədədlərin, daha doğrusu cüt ədədlərin cəmini tapmamız istənilir. Bunun üçün nəfər yazıb? Rafiq yazıb. Ayandan böyük ihtimal time limit almışsın. Ay, sağ ol. Okey, time limit alanlar üçün gəl bir dənə bu sualı hesablayaq. Nəyi? Baxın, deyək ki, A-dan B-yə qədər və deyək ki, 10^9. Biz nə demişik? Time-ı hesablamağın yolu nə idi? For-un içindəki belə şeyləri çıxırdıq. B-A-nı çıxırdıq. Düzdür? Gəlin düşünək ki, bizə verilən input belədir. 1 ilə 10^9 aralığındakı ədədləri axtarmaq, yəni bu aralıqdakı cüt ədədlərin cəmini hesablamalıyıq. Baxaq uşaqlar. Bunun üçün formumuz necə olacaq? For başlayacaq i 1-dən, i kiçikdir 1-yə 9 yazıram qısaca, yəni 10^9. i lap olsun plus bərabər 2. Çox da bir şey dəyişmir. Deməli, totalda nə qədər dövr gedəcək? 10^9 çıxılsın 1, bölünsün 2 dənə. Niyə 2-yə böldüm? Çünki 2 addımlayır. Bunun çox da önəmi yoxdur. Bu da uşaqlar təqribən nədir? 5 vurulsun 10^8-dir, düzdür? Amma biz demişik ki, hara kimi getmək olar? 10^9
7-8 aralığında 8 belə ən son limitdir, amma biz 5 vurulsa onun üstü 8-ə kimi gedir. Yəni bu hardan baxsaz çoxdur. Tamam. Onun üçün də avtomatik sin kodumuz time limitə düşür. Başa düşürük bunu. Tamam. Okay. Buna görə artıq baxmayaraq ki, bu loop kontestdə bu sualı loopdan istifadə edib yazmayacağıq. Bunun üçün başqa bir yöntemdən istifadə edəcəyik. Bu da nədir? Belə düşünək uşaqlar. Mən normalda, yəni proqramlaşdırmada bu həqiqətdir ki, riyaziyyatınız yaxşı olmalıdır. Yəni riyazi sualları falan yaxşı başa düşməlisiniz. Amma məsələn mən nə deyirəm? Heç vaxt belə də qruplarımda heç vaxt düstur əzbərlətmirəm. Sadəcə bilməli olduğunuz 2 dənə düstur var. Bilmirəm, bunları harasa qeyd edirsiniz ya nəsə edirsiniz. Bu 2 düstur sizə həqiqətən çox lazım olacaq. Yəni düşündüyünüzdən çox lazım olacaq. Və bunları əzbərləməyiniz kifayətdir. Yəni mən sizə deməyəcəm ki, 100 dənə düstur var, bu 100 dənə düsturu öyrənməlisiniz. Sadəcə 2 dənə düstur var. Və həqiqətən lazımlı düsturlardır və sadə düsturlardır, çox da çətin deyil. Birinci düsturumuz sadədir. Birdən n-ə qədər olan ədədlərin cəmi düsturudur. Bunu bilirsinizmi, bilmirsinizmi bilmirəm. Amma bilmirsinizsə qısaca deyək. N vuraq, n plus 1 bölək 2-yə bərabərdir. Yəni, birdən n-ə kimi ədədləri cəmləmək istəsəz, yerinə qoyun, sizə cavabı verəcək. Bunu əzbər bilməlisiniz. Bu 1. Bunu biləniniz var idi mi? Belə sual verim. Biz 7-ci sinifdə keçmişdik. Bana. Bir nəfər bilmirdi, qalan hamı bilirmiş deyəsən. Tamam. Okey, qəşəng. İkinci düsturumuz bunun biraz daha gelişmiş versiyasıdır. Bu səfər A-dan B-yə qədər olan ədədlərin cəmi düsturudur. Bu düsturda bilmirəm, bunu da bilirsiniz ya yox. A plus B vurulsun B minus A plus 1 bölünsün 2-yə bərabərdir. Düzdür. Legal olaraq siz bu düsturdan istifadə edib bunu ala bilirsiniz. Amma nəsə, bu da bir başqa dərsin mövzusudur. Bu düsturları çox xahiş edirəm əzbər bilin. Yəni əzbər dediyim internetdən axtaracaq səviyyədə olmasın. Yəni bilin ki, birdən nə kimi ədədlərin cəmi deyən kimi avtomatik bu ağlınıza gəlsin və yaxud da A-dan B kimi ədədlərin cəmi deyəndə bu ağlınıza gəlsin. Tamam? Okay. Belə. Yaxşı. Və bizim belə ədədlər nəzəriyyəsində istifadə edəcəyimiz bütün düsturlar aşağı-yuxarı bu 2 düsturdan gələcək. Yəni bu 2 düstur dediyim əslində elə birdən nə qədər olan ədədlər düsturundan gələcək. Yəni bacardıq qədər bundan istifadə edib biz hər şeyi əslində tapmış olacağıq. İndi baxaq. Məsələn, bizə nə deyir? Birdən A-dan B-yə qədər nə istəyir? B-dir. Cüt ədədlərin cəmini istəyir. Gəlin fərz eləyək ki, son şərtini hələ ki asanlaşdıraq, sonra çətinləşdirək. Birdən n-ə qədər, hətta 2 ilə düşünə bilərsiniz. 2-dən n-ə qədər cüt ədədlər istəsin. Yəni 2, 4, 6, 8 ta n-ə qədər. Yəni A-dan B-yə yox, sırf 2-dən n-ə qədər cüt ədədlər istənsin. Məsələn, bunu necə tapmaq olar deyə düşünsək, mən belə bir şey yaza bilərəmmi? Yəni, belə sətir-sətir yazacağam, başa düşmədiyiniz nəsə olsaq, bir deyin üstündən keçək. 2 üstə gəl 4, üstə gəl 6, üstə gəl 8, bla bla bla, ta n-ə qədər. Bərabər S yazsam bir problem olar. Yəni, mən bu S axtarıram da, düzdür? Okey. Keçirəm o biri sətrə. Mən hər tərəfi 2-yə bölə bilərəm də bir növ. Yəni, mən bura 2 çəkərəm. O burada 2 çəkərəm. Yəni, biz riyaziyyatdan bilirik ki, hər tərəfi 2-yə bölmək olar. Yəni, bu riyazi olaraq düzdür. Yəni, dolayının S də 2 dəfə azalır. Hər bir ədədimdə buradan 2 dəfə azalır. Və riyazi olaraq bilirəm ki, mən bu şeyə ayıra bilərəm də. Yəni, hamısını bölü 2-nə ayrı-ayrı tətbiq eləyə bilərəm. Toplama olduğu üçün. Yəni, buradan gəlirdi. A plus B bölü C nədir? A bölü C üstə gəl B bölü C-dir. Yəni, mən bunları 2-ni bir-bir hamısına aid eləyə bilərəm. Ayrı-ayrılıqda. Bunu silək, buna ehtiyac yoxdur artıq. Okey, nə olacaq burada?
1 üstəgəl 2 üstəgəl 3 üstəgəl 4 bla 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 n böl 2-yə qədər. Bu ilə də razıyıq. Heç bir problem yoxdur bura kimi. Nəyə bərabərdir? S bölünsün 2-yə. Okay. İndi bir dənə bax, mən nə dedim? Əzbər bilməyinizi istəyirəm, çünki nəsə buna oxşar bir şey görsəz, ağlınıza düstur gəlsin. Yenə nədir bu? Elə birdən yenə kimi ədədlər düsturumuz deyil. Odur da, düzdür? Okay. Okay, tətbiq edirəm. N-in əvəzinə n bölü 2 yazacağam və salam. N bölü 2, yəni n bayaq düsturda n-dir, burada n bölü 2-dir. Yəni x yazsaydıq x bölü 2 olacaqdı. Vurulsun. N bölü 2 üstəgəl 1 bölü 2. Bölü 2 naqdan yazaq. Böl 2. Bərabərdir nəyə? S bölü 2-yə. Baxın, mən S axtarıram. S bölü 2-ni yox əslində. Onu hər tərəfi 2-yə vuraram. Yəni dolayı yolla bunlar gedər. Və mən nə görürəm? Əslində cavabım nədir? Yəni S üçün cavab. Burada S nəyə bərabərdir? N bölü 2 vurulsun. N bölü 2 plus 1-ə. Yəni mən 1-dən n-ə qədər cüt ədədləri tapmaq istəyirəmsə, yəni bu cüt ədədlərin cəmini tapmaq istəyirəmsə, onda nə etməliyəm? N-i 2-yə bölüb, elə bu düsturu tətbiq eləməliyəm. Vəssalam. Yəni yerinə qoyub tətbiq eləsəm bəs edir. Aydındır? Qarnında nəsə var? Qəşəng. Bu belə, yəni belə dediyim 1-dən n-ə qədər üçün cavab budur. İndi baxaq. Gedək o birisinə, yəni öz sualımızın orijinal versiyasına. A-dan B-yə qədər cüt ədədlərin cəmi. Baxın, 1-dən n-ə qədərini başa düşdünüzsə, bu da əslində çox asandır. Mən bu cəmə S deyə bilərəm, deyərəm də, düzdür. Sırf rahat görəsiz deyə bir nümunə götürəcəm, onunla göstərəcəm ki, daha rahat olsun. Onda dolayı yolla nə olur? Gəlin düşünək ki, A da B də cüt ədəddir, yəni tək ədəd deyirlər, verilmiş ədədlər. Onda məsələn, deyək ki, 4-dən 12-yə kimi yazsam, 4 üstəgəl 6 üstəgəl nöqtə 10, əslində bir dənə 8 yazsam düzəlirmiş, 12. Bərabərdir S-ə, heç toplamıram, önəmi yoxdur. Baxın, bayaqki yöntəm, yenə hər tərəfi 2-yə bölürəm. Böl 2-yə, böl 2-yə, böl 2-yə. Baxın, nə baş verdi burada? Burada, yəni baş verən olay nədir? Hər tərəf yenə bayaqki kimi ayırsam 2 üstəgəl 3, üstəgəl 4, üstəgəl 5, üstəgəl 6. Bərabərdir nəyə? S bölü 2-yə. Yenə, baxın, eyni proses burada da keçərlidir uşaqlar. Rəng dəyişək. Bu nədir? Sanki B-də x-dan y-yə kimi olan ədədlərin cəm düsturudur da. Elə deyil. Və mən bunu nədən aldım? Əslində A-dan başlayıb B-yə kimi gedirdim. Yəni dolayı yolla, yəni bu məndə əslində nədir? A bölü 2-dir. Bu nədir? Bu da B bölü 2-dir. Razıyıq mı bu ilə də? Okay. Yenə gedirəm o bayaqki düsturda. A bölü 2 plus B bölü 2. Yəni A ilə B-nin əvəzinə sadəcə bölüklərini yazıram. B bölü 2 çıx A bölü 2 plus 1 böl 2 burada da var. S bölü 2 də var. Yenə bayaqki məntiq. Bunları silirəm. S yox, S bölü 2-ni siləcəm. Mən S axtardım. Deməli cavabım nə olacaq? A bölü 2 üstəgəl B bölü 2, B bölü 2 çıx A bölü 2 plus 1. Yəni bütün uşaqlar bunun təki də istənsəydi, bu şəkildə, yəni bu məntiqlə bir üzərindən keçib cavabı elə bu şəkildə alacaqdıq. Qarnıq nəsə var? Xeyr. Okay. Bir dənə də bu kodun son olaraq önəmli yəni şərti nədir? Bir dənə bu koda nə əlavə eləyəcəyik, yəni son olaraq. Biz başda bir dənə fərziyyə elədik sadəcə. Bir dənə o önəmlidir ki, biz dedik ki, fərz eləyək ki, A da cütdür, B də cütdür. Bəs bunlar tək olsa nə olacaq? Onda çox sadə bir şey düşünəcəyik. Məsələn, biz nəyə baxdıq? 4-dən 12-yə kimi tapdıq da, düzdür? Düşünün ki, bizə 4-12-nin cavabı S-dir. Sizə onda belə bir sual verirəm. Sizcə 3 ilə 13 verilsəydi, bunun üçün cavab nə olardı? Yəni Necə? 3-dən 13-ə kimi
cüt ədədlərin cəmi nəyə bərabər olar? Baxın, 4-dən 12-yə kimi cüt ədədlərin, yəni 4 üstəgəl 6 üstəgəl 8 üstəgəl 10 üstəgəl 12-nin cəmi deyək ki, S-ə bərabərdir. Onda 3-dən 13-ə kimi yenə cüt ədədlərin cəmi nəyə bərabər olardı? 28. Es çox ki. O Elə S-in özünün uşaqlar. Evet. Niyə bu qədər çox düşündünüz? Niyə? Çünki beləyək də 3-dən 13 ikisi təkdir. Yəni mən cütü hesablamaq istəsəm yenə başlayacağam 4-dən, harda qutaracağam yenə 12-də. Yəni bu 3 ilə 13 olmağının bir önəmi yoxdur. Mən 3-dən sonraki cütü götürməliyəm. 13-dən əvvəlki təki cütü götürməliyəm. Aydındır? Yəni bizə verilən ədəd əgər inputdakı cütdürsə, ya belə A-dan sonraki cütü B-dən də ki əvvəlki cütü götürməliyəm. Təkdirsə əgər. Tamam? Yəni başa düşdüyün niyəsini. var. Yəni 3 bu 3, yəni 3 cüt ədəd deyil, amma bunu cəmi saya bilmərəm. Amma mən bunu bir dənə artırıb 4 eləməliyəm ki, 4-dən başlayım, 12-də qutarım və yaxud da 13-ü azaltmalıyam ki, 12 olsun. Bir dənə də bunu if-də yoxlayacağam. Vəssalam. Baxın, nə yazıram? Elel AB sin A sin AB if A faiz 2 1-dirsə, yəni tək ədəddirsə, hətta biz demişik nida bərabər 0-dırsa, A++. If B faiz 2 nida bərabər 0-dırsa, B minus minus. Və bu şərti bildik, yəni bunu yoxladıq. İndi nə dedik? Dolayla A böl bərabər 2 yaza bilərəm. Yəni hər dəfə A böl 2 yazmaq əvəzinə elə bir dəfəlik A-nı 2-yə bölürəm, bir də B-ni 2-yə bölürəm direkt. Sonra nə hesablayacağam? Cout bəlkə düzdür. A plus B vurulsun. B minus A plus 1 böl 2. Böl 2 yoxdur. Deyək, bəlkə hesabladıq ki, böl 2 yoxdur. Və sağ. Məsələn, 4-dən 12-yə kimi olan cüt ədədləri tapmaq istəyirəmsə, 42 düzdürmü? Məncə düz olar. 10 hətta 40 eləyir də düzdür. Belə. Qarnı nəsə var uşaqlar? Xeyr. Ayağın Xeyr. Rəşid. Xeyr. Qəşəng. Sonra bu düsturlar da artıq yaxşı oldu bilməyimin. Sonraki suallara yaxşı edə. Ədədlərin bölənləri sədərsədə baxmadığı və yaxud da sıfır həll atmadığı düşünürəm. Bildiyimiz kimi birdən ilə gedirik, bölünüb bölünmədiyini yoxlayırıq. Bölünürsə, məsələn, countunu sayacağıq sadəcə, bu qədər. Tamam. Koda ehtiyac var. Xeyr müəllim. Tamam. Xeyr. Sonra bizə bir n ədədi verilir, sonra n dənə ədəd verilir. Bizdən ekrana bunu yazmamız istənilir ki, ədəd təkdirmi, cütdürmü? Yenə n var, n ədədi rahatlıqla almağın kodunu biz dəfələrlə məncə artıq başa düşdük. N yazırıq, sin-n, sonra bir dənə for qururuq, for int ya 1-dən n-ə qədər gedin, ya da 0-dan n-ə qədər. 1-dən n-ə gedirsə bərabər qoyun, 0-dan gedirsə qoyun. For dərslərimiz, massiv dərslərimizdən sonra başa düşəcəksiniz, orada bir problem yoxdur. Bir dənə x götürək. Sin x deyəndə biz başa düşürük ki, artıq biz bu kodu n dəfə run eləmiş oluruq. Düzdür, onun üçün yəni dolayı yolla bu n ədədi bu dolayı yolla bir-bir götürəcək. Məsələn, 10 biz nəyə yoxlamalıyıq sadəcə? Ədədin tək cütlüyünü. Əgər x, daha doğrusu faiz 2 0-dırsa, cout x boşluq içində is even yazın. End-da qoyun, hətta ən axırda da qoya bilərsiniz. S haldakı, yəni ədəd ya təkdir ya cütdür, yəni bunu çox sorğulamağa ehtiyac yoxdur. Cout yenə x is out yazırsınız, end-ol və salam. 3 12 mənfi 5 3 yazsaz məsələn, yəni özünüz görəcəksiniz ki 12 is even odd and odd. Belə. Qaynın isə var. Xeyr müəllim. Bunu neçə nəfər yazmışdı? Bir nəfər yazmışdı. Rafiq, başa düşmədiyin nə idi?
ya bu izahdan əvvəl nəyə əsasən yaza bilməmişdin? Nəyə görə yaza bilməmişdin? Mən Aha, bir soruşacağam onsuz. Ya bedi də kodu açdın qoydun, sualı açdın qoydun qabağa, oxudun, nəyi başa düşmədin? Müəllim, yəni başa düşməyəndə həmişə ya necə deyim, Necə kodu yəni bilirsən tapa elə de. bilmirəm lazım. Düşünürəm, yəni tapamıram. Bəzən olur bu. Okey, o məndə də olur ya, o heç sadəcə bedi də bundan daha çətin suallar yazırıq axı, onun üçün nəzərdə tuturam. Yəni bilirsən necə, məqsədim qınamaq deyil də, daha çox yəni bu şey əmin olmaq istəyirəm ki, bu n-dən ədədi almağı tam başa düşmüsünüzmü? Məqsədim onu tam başa düşməkdir. Tamam? Müəllim, yəni bəli. Kod yəni bəzən uzun olan kod yox idi. Yəni şərt uzun olan da bəzən oxuyuram, biraz da başım qarışır. Yəni ona görə. Məsələn burada direkt tək cütlüyü yoxla demir. Direkt biraz Bəli. qəribə verib. Hə, tamam, razıyam. Amma olsun, biraz yavaş-yavaş öyrəşəcəyiz. Ayan, aydındırmı hər şey? Yəni input Tamam, olmaq. başa düşdüm. Sədiyyər aydındır. Bəli müəllim. Arada kod yaz, kod göndər. Kod görək burada. Səhvi tapaq, səhv deyək, tamam? Bəli müəllim. Müəllim, Aha. bu yenə məndə alınmadı. Nə alınmadı? Onu deyilən biz ona uyğun kömək edək. Mən heç account eləyirəm. Burada username plus password eləyirəm. Verify failed null yazır. Birinci, mənim ekranımı görürsən. Bəli. Olimpə get. Gör login eləmisənmi? Yəni hesabın açıqdırmı? Deyirəm. Hesabım açıqdır. Yəni adını görə bilirsən username olaraq. Məsələn, məndə HTML-dir. Bəli. Hə, qəşəng. Yəni hesabı yaratmısan. Bundan əmin oldum. Gələk bura. Məsəl üçün deyirəm, yox. Buna nə girdim mən. Buradan göstərdi elə. Submit. Məncə account Məncə account-a vurdun. Username plus password gəldi, yazdın. Düz yazdığından əminsən? Bəli mən. Okey. Hansına vurursan? İkisinə də vurub yoxlamışam, alınmayır. Gəl yaxşı, mən də özümkünü. Delete deyək, yaxşı. İşləyən şey koruyaq, heç şeylə. Görək, problem olacaqmı? Tamam, deyək ki, bu işləmir. Deyək ki, Bəs o nədir? Browser nəsə? onu deyərəm biraz, onun üçün tərəsmə. Bir də Vicaz passwordum heç yadımda deyil. Nonsense. Yox, saytın özündən də artıq, yəni bu saytın özündən də eləcə bir şey yoxdur, təəssüflər olsun. Belə, mənimki də getdi ar yerdə. Tamam. Deyək mi, biraz gözləyək, yəni gözləyə dediyim, biraz üçün yəni böyük ehtimal yenə əvvəlki halına qayıdacaq. O zaman yenə adi normal şeylərimizi, həllərimizi göndərərik. Bu sayt əvvəl çox yaxşı idi, sonradan hamı keçdi bu sayta. Korandı.
Okay, vaxtımız azdır nisbətən. Yəni gəlin davam edək. Sualları çatdıraq olmasa bunları. Ədədin ən böyük rəqəmi, daha doğrusu, neçə dəfə təkrarlanır? Bunu istəyir. Bunu tapmalıyıq ki, yəni bir ədəd var bizdə. Ən böyük ədəd neçə dəfə təkrarlanır? Ekrana onu verək. Məsələn, burada ən böyük rəqəm 5-dir. 5 bir dəfə təkrarlanır. Burada ən böyük rəqəm 6-dır. 6 saysaz görəcəksiniz ki, 5 dəfə təkrarlanır. Ümid edirəm sualın şərtinə qaranlıq nəsə yoxdur. Düzdür? Əsas sualın kodudur. Yəni həllidir. Tamam. Həlli üçün çox düşünməyə ehtiyac yoxdur. Yəqin ki, while-ın içində ədədin rəqəmlərinin tapılmağını yadınıza gəlir. Düzdür? Hər dəfə nə edirdik? Faiz 10 tapırdıq, sonra ədədi ona bölürdük. Bunu cycle şəkildə yazanda nə baş verir? Durmadan bir-bir bütün şeylərə baxırsınız da ya. O qələm hara getdi? Bir saniyə uşaqlar. Qələm hara düşdü? İndi əlimdəydi. Hə, tapdım. Yadımıza gəlirsə, yəni birinci kodda göstərim tezdən. Sonra qaydaq bura. Yadımıza gəlirmi? While-ın içində n bölü 0, yəni nida bərabər 0 yazırdıq. Yəni ədəd 0-dan fərqli olmaq kimi davam eləsin. Elə ta n faiz 10 olurdu, yəni son rəqəmi göstərirdi. N böl bərabər də 10 yazırdıq ki, ədədin son rəqəmi düşsün. Yəni deyək ki, böyük bir ədədimiz varsa, bunun rəqəmlərini bir-bir götürürdük. Yahut k-endl yazsaq məsələn, artıq bir-bir bu rəqəmləri tərsdən də olsa ekrana yavaş-yavaş verirdi. Bunu xatırlayırıq mı? Bir qaynaq problem yoxdur burada. Tamam. Bu belə, bunu yəni belə biz dedik ki, bu bizə nə vaxt xeyirdir? Bizə ədədin sadəcə rəqəmləri lazımdırsa, yəni istiqamətin bir önəmi yoxsa, məsələn, ədədin rəqəmlərinin hasili, cəmi, sayı, bu tipli şeylərlə işləyəndə, bu bizə xeyir verirdi. Yəni bu tipli kod yazanda uyğun gəlirdi. Yaxşı, mən rəqəmləri bir-bir tapa bilirəmsə, mənim məqsədim nədir burada? Mən iki şey eləməliyəm. Bir, ən maksimum elementi tapmalıyam. Ən maksimum rəqəm hansıdır? Bir də ondan neçə dənə var, onu tapmalıyam. Və uşaqlar, əslində bunu baxmaq inanın çox sadədir. Necə? Bunu indi bir də yazam. Max yazıram və count yazıram qısaca. Deyək ki, 0 0-dır. Yəni, ən minimum element, maksimum element 0-dır və ondan 0 dənə var. Baxıram. Düzdür, bu elə deyək 6 ilə başlayır. Bu pis olur da, yəni fərz eləyək ki, ədəd bu deyil də, yəni buradan yox, deyək ki, buradan başlasın. Yəni buranı silək. Deyək ki, ədəd buradan başlayır. Götürürəm 4-ü. Ədəd 4 yox, 4-ü də silək. 2-dən başlasın. Götürürəm 2-ni. Deyirəm ki, 2 mənim ən maksimum rəqəmim ola bilərmi? Baxıram ki, 0 mı böyükdür, yoxsa 2? Əlbəttə ki, 2 daha böyükdür də, düzdür? Onun üçün olur nə? Maksimum gedir, olur 2. Və uşaqlar, avtomatik bir düşünün. Siz artıq bir dənə 2 gördünüz də. Onun üçün nə baş verəcək? Countum olacaq 1. Yəni, bir dənə belə gördüyünüz üçün artıq həmin rəqəmdə ən azı bir dənə var. Sonra görürəm 3-ü, düzdür? Deyirəm 3 mü böyükdür, 2 mü böyükdür? Deyir ki, 3 daha böyükdür. Onun üçün yeni maksimumumuz olur 3. Və yenə eyni məntiq. Bunu sıfırlayıram. Yəni, count yenə sıfırlanır. Amma yenə 3-dən bir dənə gördüyüm üçün olur 1. Baxın. 2 mi böyükdür, 3 mü? Əlbəttə 3. 2 mi böyükdür, 3 mü? Əlbəttə 3. 3 mü böyükdür, 3? Baxın, böyük deyil, amma bərabərdir. Bu mənə nə deyir? Deməli, artıq bunu sil 2 ilə. Yəni, ən maksimum elementindən bir dənə daha var. Başa düşürük bunu? Biz niyə bu nəticəyə gəlirik? Tamam? Ayan, Sədiyar, Rəşid. Ben. Okey? Tamam. Ben 3 gördüm. Tamam. Elədim 2. Baxın, 4 görəndə nə düşünürəm? Deyirəm ki, 3 mü böyükdür 4? Aha, deməli 4 daha yaxşıdır. 4-ü buradan yazaq. Və 2-ni avtomatik sıfırlayıram. Neçə olur olsun? Yəni, countum
Yəni biz nəyə oxşuyur? Tamam, mən 100 dənə də 2 tapmış 3 tapmış olsam, 4 daha böyükdür və dolan yola mənə artıq 3-lərin sayı lazım deyildi. Artıq yeni maksimum var. Mənə onun sayı lazımdır. Və onun sayı da 0, daha sonra 1 eləyirəm. Yəni ki, həmin bu 4-dən bir dənə görürəm artıq. Ondan sonra 6 gəlir, yenə eyni məntiq. Deyirəm 6 daha yaxşıdır. Ged elə bunu yenə 0 sonra 1 elə. Sonra yenə 0 heç 6 görədimmi, deyirəm ki, 6 2 elə. Yəni 2 dənə 6 gör. Amma indi biz sadəcə yarısına baxdıq ədədin. Ədədə tam baxmış olsaydıq, yəni direkt başdan başlasaydıq, biz elə başlayan kimi elə 0-dan 6-ya baxacaqdıq. Deyəcək 6 daha yaxşıdır. Count elə 1. Boş ver. Count elə 2. Boş ver. Count elə 3. Boş, boş, boş. Keç, keç. Keç, keç, keç. Count elə 4. Count elə 5. Ən sonunda max elementin 6-dır və neçə dənə var? 5 dənə var. Bu da sənə olur cavab. Qarnıq nəsə varmı? Necə işlədiyinə dair? Xeyr, mən. Aha. Xeyr. İndi yəni o bayaq dediyimiz yerə də. Mənə nə lazımdır? M lazımdır. Bir də count lazımdır. CM yazıram qısaca. Deyirəm ki, əgər K böyükdürsə, baxın, K böyükdürsə C-dən deyirəm, üzr istəyirəm, max-dan, yəni indiki maksimumdan daha yaxşıdırsa, o zaman M bərabər olsun K-ya və C bərabər olsun 0-a. Yəni deyirəm ki, yenisini tapdın deməli və C-ni sıfırla. Və deyirəm ki, əgər K M-ə bərabərdirsə bu səfərdə, onu da C-ni artır. Baxın, bu biraz qarışıq gələ bilər, amma əslən çox sadədir. Nə baş verir? Baxın, elə bura baxaq, deyək ki, 2-dən başladı. Birinci eləyir maksimumu 2, C-ni 0. Baxın, bunu eləyib də artıq. Yəni, bunu eləyəndən sonra deməli, bu 100% işləyəcək. Çünki artıq bizə özünüz görürsə, burada M-i K-ya bərabər eləmişik. Bunun bərabər olmama ehtimalı yoxdur. Yəni, ortada bir başqa kod yoxdur. Deməli, avtomatik bu C0 yox, əslində C1 olmuş olacaq. Və əgər deyək ki, bu şərt ödənməzsə belə, deyək ki, bayaq gördüyünüz kimi, ola bilir də, yəni 6-dan təzdən qabağımıza çıxsın. O zaman yenə bu aktiv olacaq, yenə C-ləri artıracaq. Ən sonunda mənə lazımdır siyah C-ni çıxışa vermək. Run eləyirəm. Neçə dənə 6 var? 5 dənə. Mənə nə verəcək? 5-i. Qarnıq nəsə varmı? Xeyr. Minimum desəydi, nə edərdim bəs? Minimumu tapmaq istəsəydi, nələr dəyişməliyəm? Sizcə, minimum rəqəmdən neçə dənə var desəydi, nə edeyim? Nə deməlim? Deyək ki, sualın şərtində maksimum yox, indi minimum istəyir. Deyək ki, bir dənə ədəd var. Ədədin minimum rəqəmindən, yəni ədədin içində olan minimum rəqəmindən neçə səfər rast gəlinir? 10 tap. Burada maksimum istəyir, orada minimum istəyir. Neyniyək? Nələr dəyişək? Ayın deyə bilərsən? Spesifik sual verim. Mən bir də ver sualım. Bax, burada bizdən nə istəyir? Bir dənə düşün, xatırla. Mən maksimum. Maksimumdan neçə dənə rast gəlinir, düzdür? Ayım. Orada da minimumdan neçə dənə rast gəlinir soruşur indi. Neyniyərik? Nə dəyişərik? K birinci ifdə KM-dən orada dəyişməliyik. Yəni. Aha. Başqa bir dənə. Bir dənə də şey dəyişməliyik. Nədir o? Bir dəqiqə. MK-ya bərabər. İpucu Mən verim. bu ayda da dəyişməliyim. Yox. İpucu verim. While-ın içində deyil. Səhv. Bax, sən bu kodun, yəni bunu dəyişməyin düzdür. Burada səhv yoxdur. Və bunun məqsədi nədir? Əgər sənin indi baxdığın ədəd maksimumdan daha kiçikdirsə, yəni belə də minimum olmağa yeni bir adaydısa və daha yaxşı adaydısa, onu minimum elə. Yəni minimumu həmin ədədə bərabər elə. Bu ifin mənası budur da, düzdür? Bəli. Sənin maksimumun 0-dır.
Mənə də görüm 0-dan kiçik bir rəqəm var. Yox, Necə? 0-dan kiçik bir rəqəm var. Amma xeyr. Yoxdur. Onun üçün sənin kodun heç vaxt belə deyək, 0-dan başqa heç bir şeyə saymayacaq. Mən bunu biraz böyüyə də qoymalıyam ki, bu avtomatik nə olsun? Nə ilə yoxlasın, həmin rəqəm daha kiçik olsun. Aydındır? Məsələn, düşün ki, mən buna 100 qoyuram. İndi bax, 100 qoyuram. Sən 9-u da yoxlasan, 6-nı da yoxlasan, 5-i də yoxlasan. Hər zaman nə olacaq? Bu K minimumdan daha kiçik olacaq da, düzdür? Avtomatik minimumun daha kiçik bir ədəd update olacaq. Aydındır? Bəli. Ona görə uşaqlar, mən hər zaman sizə deyirəm, yəni yadınızda saxlayın bunu. Çox sadədir. Minimumunu axtarırsınızsa, mini yazıram qısaca. Axtarırsınızsa ona maksimum qiymət verin. Maksimum axtarırsınızsa, minimum qiymət verin. Məsələn, biz minimum axtaranda biz maksimum vermək üçün 1-yə 18 deyirik. Yəni 10 üstə 18. Minimum üçün də bunun mənfisi də, yəni ən minimum ədəd mənfi 10 üstə 18-dir. Yəni bunu verin. Və yaxud da son şərtində bizə məqsədə ola biləcək rəqəmlər nədir? 0-dan 9-a. 100 belə əslində çoxdur. Yəni 10 belə versəz, bu dəqiqə bəs edir. Çünki ala bilməyəcəyi ən böyük ədədi versəz, onsuz da sizə yaxşı bir cavab qaytaracaq. Tamam? Qaynaqası yoxdur. Xeyr. Sonra bu da qəşəng sual idi, maraqlı sual idi. BH-a baxdıq. BI heç kim yazmayıb. Maşallah. Bu sual çox çətin sual deyil əslində. Biraz qəriz görsənir, amma əslində asan sualdır uşaqlar. Deyir ki, sual şərtini gəlin lore dildə izah edeyim sizə. Düşünün ki, bir dənə maşın var. Qəşəng bir dənə maşın çəkək. 2 dənə təkər burada olsun. Burada da bir dənə qapısı olsun. Nəysə. Mənim təsvirini çəkməliyim çox yaxşı deyildi. Bu maşının qiyməti M-dir. Yəni M dollar verməlisiniz ki, bu maşını alasınız. Plus N dənə parça lazımdır ki, bu maşının parçaları dəyişilsin. Yəni alandan sonra siz bunu biraz da təmir etdirmək istəyirsiniz. Və bu N dənə parçadan sizə hərəsindən də X dənə lazımdır və hərəsinin qiyməti Y-dir. Atıram. Əgər məsələn belə bir şeydirsə 2, 4, 3, 7, 6. Bu o deməkdir ki, 2 dənə parça lazımdır. Birinci növ, yəni deyək ki, məsələn təkər, 4 dənə təkər lazımdır. Hərəsi 3 dollardır, məsələn. 7 dənə nə bilim, atıram da şüşə lazımdır. Hərəsinin qiyməti 6-dır. Yəni 2 dənə parça maşın alandan sonra dəyişilməlidir. İndi sizdən soruşur ki, tamam, biz bunları dəyişdik deyək, hamısını, maşını aldıq, bunları dəyişdik. Bizim nə qədər pulumuz çıxdı bu işə? Bunu soruşur. Baxaq. Baxın, gəlin test case-də daha baxaq. 10.000 maşındır. 2 dənə parça dəyişilməlidir. Birinci parçadan yəni bir dənə lazımdır. Qiyməti 2000-dir. İkinci parçadan 3 dənə lazımdır. Qiyməti 400-dür. Neçə elədi? İndi belə də 1 vur 2000 üstə gəl. 3 vur 400 üstə gəl 10.000. Görəcəksiniz ki 13200 eləyir. Sonra ikinci maşın. Yəni bu maşın evi burada başladı, burada qutardı. Yəni daha baxın. Bu birinci maşın idi. Yəni maşının qiyməti N dənə ədəd. N dənə cütlük. Sonra gəlir ikinci maşının qiyməti 0 o deməkdir ki, yəni maşında dəyişilməli olan parça yoxdur. Yəni maşın nə qədər təzədir. Belə lore dildə desək. Və onun da pulu elə maşın özü 5000-dir. Parça dəyişilmirsə, deməli əlavə xərcimiz yoxdur. Elə 5000 cavabımızdır. Sonra 2 də odur ki, bizim o hər zaman dediyimiz test case məsələsi. Yəni 2 dənə maşın var, hər maşının qiymətini ayrı hesablamalıyıq. Aydındır? Nə istədiyi? Qarnı nəsə yoxdur son şərtində. Qoyma. Okey. Baxın, sualı hissəsilə yazaq. Birinci test case yazaq. Test case dediyim nədir? Yəni biz yazacağımız şeyi forun içinə yazırıq ki, nə baş versin?
birdən yazaq. Heç nə olmaz. Yəni biz bir dəfə yox, n dəfə hesablayacağıq. Yəni kodumuz sadəcə bir dənə forun içinə salacaq. Bu qədər. LL M var, deyək maşının qiyməti var. Bir də LL nə bilim T olsun. T dənə parça lazımdır bizə. Yəni bunları eyni sətirdə yazsaydım da olardı. Okey, bu ikisini alıram. Sinin M və T. Maşının qiyməti və parçanın sayı. Neçə parça lazımdır. Və mənə nə lazımdır? While-la hətta şeylə də gedə bilərdi. For-la da gedə bilərdi. Int J sıfırdan J kiçik. Birdən gedəysin. Çox qarışmasın. T J++. Bu sadəcə belə də coding bacarıqlarımızı yoxlayan bir sualdır. Sin X, Y bu hər parçadan neçə lazımdır və bir parça neçəyədir. Əlavə dəyişən götürməm elə maşının öz qiymətinin üstünə gələr. X vur Y maşının qiymətinin üstünə gələr. Ən sonunda nə edir? Siyahut M-i əldə ona çıxış edir. Belə. Qarnın isə var. Baxın. Birinci for, bax. Bu olmasaydı, yəni bu for olmasaydı, sadəcə bu göylə işarələdiyim olsaydı, bir dənə maşın üçün hesablayacaqdıq. Yəni maşının qiyməti, parça sayı, parçaları alacaqdıq, maşının üstünə gəlib çıxışa verəcəkdik. Baxın, bunu sadəcə bir dənə sadə forun içinə qoyduq. Heç baxın, i dəyişənini mən heç yerdə istifadə eləmədim. Sadəcə yəni məqsəd odur ki, i dəfə dövr eləsin, n dəfə dövr eləsin. Tamam? Ona görə bu şəkildə yazdım. Aydın uşaqlar. Okay. İndi uşaqlar, sizə belə bir sual versəm ki, sizcə bu sual for sualı idi, while sualı idi? For deməyiniz normaldır. Yəni, məntiqən əslində aşağı-yuxarı düz deyirsiniz. Amma bir dənə məqamı qaçırırıq ki, yəni qayda qanunla geçsək, bir dənə məqamı qaçırırıq ki, fikir versəz, əslində biz heç, bax, nə burada, nə də burada i ilə j dəyişəndən istifadə eləmədik. Yəni, sadəcə belə də, məqsədimiz nə oldu? Yəni, n dəfə dövr elədi. Bu qədər. Tamam. Düzdür. For-la yazmaq daha səliqəli, daha kaliteli göstərir kodu. Mən for tərəfdarıyam, mən də razıyam. Bu dəqiqə formuş kimi davranacam. Amma əslində qalsa bunu while-la yazmaq daha rahat olardı. Və while-la rahat olardı necə? Bəzən ola bilər qabağınıza çıxsın. Belə bir yazı növü də var. Biləsiz deyə göstərirəm. Məsələn, n - olmağı o deməkdir ki, yəni bu for tam olaraq n dəfə dövr eləyəcək. Məsələn, bizə nə lazımdır? Bu for n dəfə dövr eləsin, düzdür? Yəni birdən başlayır n-ə gedir və i-dən istifadə eləmirəmsə, o deməkdir ki, içindəki tam olaraq n dəfə dövr eləsin. O zaman elə belə düşünürəm ki, mən bu forun əvəzinə bayaq yazdığım while yazsam n - nə baş verəcək? Sadəcə bu kodun içindəki n dəfə dövr olacaq. Aydındır? Və yaxud da bu forun içinə mənə lazımdır t dəfə dövr eləməyi, düzdür? While t - yazsam, nə baş verəcək? T dəfə dövr eləyəcək. Aydındır? Başa düşürük? Bəli. Dediyim kimi, forla yazısı da problemi yoxdur, while-la yazması da səs də problemi yoxdur. Əsas həllin axırda cavabı düz olsun. Aydındır? Qəşəng. Ədədlərimizi də verdik. Keçək öbür suala. Hər dəfə yadıma yeni bir şey düşdükcə deyirəm ki, şey olmasın. Prime number. Hə, bu sualda bayağı artıq bir səhvlər olmalıydı. Yoxdur. Nə cavab? Kök 6 yazmışsınız. Kök 6 yazmışsan. Kök 6 yazmışsan böyle ehtimal. Tamam. Ayanla əsas bu ideyamız şey üçün olacaq. Aha, kimsə nəsə deyirdi bayaq. Mən idim. Siz demişdiniz bunu eşkim, yəni hər kəs yazdı. Mən demişdim, yəni 6 dəfəm yazmışım. Mən idim. Okay. Bax, deməli şöyle, bu biraz önəmli mövzudur. 10 dəqiqəmiz qalmağına baxmayaraq, heç olmasa istəyirəm nə qədər çatdıraraq. Buna baxaq. Şöyle, yalnızdadır, keçən dərslərdə falan
ədədin bölənlərindən bayaq danışmışdıq. Bizim əsas məqsədimiz necə idi o for yazanda? Ədədin bölənlərinə baxmaq üçün demişdik, i başlayırıq 1-dən, i kiçikdir, bərabərdir, n-ə qədər gedirik, i-ni plus eləyirik. Bunun səbəbi də bilirik, yəni ədədin bölənləri 1-dən özünə qədərdir, yəni atıramda 150-nin böləni ola bilməz axı, yəni bu necə buna tam bölünsün, yəni bu buna tam bölünmür də, düzdür? Yəni məntiqən özünüzə görə bilərsiniz ki, yəni ədədin özünə qədər getmək bəs eləyir. Amma baxın, bu biraz yavaşdır. Nə mənada? Biz time limitdən danışmışıq. Bunun time'ı on-dir. Yəni bir-bir gedir, bir-bir bütün ədədlərə baxır. Və bu da aşağı-yuxarı hara kimi gedə bilərik? 10 üstü 7-yə kimi falan baxa bilərik. Amma məsələn, ədədə 10 üstü 9 versə, mən bu yöntəmlə bunu tapa biləcəmmi? Tapa bilməyəcəm. Time limitə düşəcəm. Yəni yazsaydınız, time limitə düşərdiniz. Ona görə də biz nə öyrənirik? Ədədlərin bölən teorisi var. Yəni çox sadə teoremdir. Sadəcə başa düşməyinizi istəyirəm. Sadəcə üstündən deyib keçmək istəmirəm. Baxın uşaqlar. Düşünün ki, mən belə qeyd eləyəcəm. Əgər bir ədəd göstərirəmsə p ilə, bilin ki, bu sadə ədəddir. Tamam. Bir ədədi m ilə göstərirəmsə, bilin ki, bu mürəkkəb ədəddir. Buna razıyıq. Bəli. Yəni birinci bunu soruşum. Hamı sadə ədədin, mürəkkəb ədədin olduğunu bilir də, yəqin ki, düzdür? Bəli. Okey, yəni burada bir problemimiz yoxdur. Qəşəng. Bunlardan çıxaq. Ehtiyacımız yoxdur bunlara. Məsələn, deyək ki, bir mürəkkəb ədədimiz var. Bu mürəkkəb ədəd nədir? Yəni, dolayı yolla mən bunu x vur y şəklində göstərə bilərəm də, düzdür? Məsələn, 12-ni 3 vur 4 şəklində göstərə bilərəm. Düzdür? Razıyıqmı bu ilə? Bəli. Və yaxud da mən bunu 4 vur 3 kimi də göstərə bilərəm. Heç bir problem yoxdur bura kimi. Evet. Okey. Məsələn, indi belə bir şey yazaq. Mən 12-ni başlasam göstərməyə. 1 vur 12 kimi yaza bilərəm. 2 vur 6 kimi yaza bilərəm. 3 vur 4 kimi yaza bilərəm. Və baxın, 4 vur 3 yazanda ağla belə bir şey gəlir ki, mən bunu bayaq görmüşdüm axı, yəni bu təkrardır. Sonra 6 vur 2 yazanda yenə bu təkrardır, yəni 2 vur 6 ilə 6 vur 2 eyni şeymiş kimi gəlir. 12 vur 1 yenə eyni məntiq, yəni 1 vur 12 ilə eyni görüntünü verir. Düzdür? Yəni bir təkrarlanma baş verir. Mən buradan düşünürəm ki, onda mən sadəcə təkrar olmayanları tapsam və bir bəyə baxın, sanki biz belə görürük də, bu ədədin bölənləri bunlardır da, düzdür, birinci sıra. Amma baxıram ki, əslində ikinci sırada ədədin təzə ilə bölənləridir. Bu tərs sıra ilə verilir. Yəni bu artan sıra ilədir, bu azalan sıra ilədir. Bura kimi razıyıq. Bura kimi qaranlıq nəsə yoxdur. Evet. Qəşəng. İndi bir dənə də buna fikir verin. Əslində bunu da gözümüzə çarpır. Bu da ədədin bütün bölənləridir. Bu da ədədin bütün bölənləridir. Yəni necə ayırıram, yenə bütün bölənlər hər zaman bir arada olur. Və buna baxın, bu bizim işimizə yaramır, çünki yoxsa təkrarlardır. Əsas fikrimiz burada olacaq. Mən əgər düşünəcəmsə ki, bir n ədədim varsa, yəni məsələn nümunə nə verim, 12. 12 x-a bölünürsə, yəni 12 x-a tam bölünürsə, faiz x-i 0-dır. Məsələn 3, 12 3-ə tam bölünürsə, onda n bölünsün x ədədi də, yəni bu bütöv bir ədəd kimi düşünün bunu. Bu da n-in bölənidir. Məsələn, nə dedik? X-in yerinə 3 qoyun. 12 3-ə bölünürmü? Bölünür də, düzdür? Onda 12 böl 3, yəni dolayı yolla bizə verir 4-ü. Baxın, 4 də 3-ün bölənidirmi? Bəli, 3-ün bölənidir. 12 4-ün bölənidir. 4 12-nin bölənidir. Razıyıqmı bu ilə? Bəli. Okey. Onda mən deyərəm ki, ədədin totalda deyək ki, t dənə böləni varsa, məsələn, bir dənə böyük ədəd götürək 100. Mən 100-ün 1-dən 100-ə kimi gedib bütün ədədlərə baxmağıma ehtiyac yoxdur. Mən ədədin bölənlərinin yarısına baxsam,
O biri yarısında elə bayaq yazdığımız kimi də, yəni burada yazdıqlarımın digərləri də mənim axtardığım o bir bölənlər olacaq. Baxaq, yəni dediyimi tətbiq olaraq baxaq. 100-ün ilk böləni olacaq 1 vur 100 şəklində, düzdür? Baxın, bu mənə nəyi verir? Yəni birinci bölən budursa, sonuncu bölən də deməli budur. Yəni bayaqki məntiq. Yəni mən bunu yaza-yaza düşəcəm. Ən sonunda 100 yazacaqdımsa bura, 100 vur 1 yazacaqdım bayaqki məntiqdən. Bu buradaydısa, deməli əslində elə bu da budur da, düzdür? Yəni bayaq nə dedik? Bu artandı, bu azalandı. Tamam? Yəni belə çəkim oxu. Yəni bunun qarşılığı ən axırda olacaqdısa, elə deməli ən axırıncı budur da, düzdür? Və 250 yazıramsa, eyni məntiq. Bu bölənlidirsə, deməli bu da bölənidir. Tamam? Axırdan ikinci bölənidir, bu da ikinci bölənidir. Başa düşürük nədir bu? Necə gedir bu dövr? Tamam. Sonra 4.25. Sonra 5.20. Baxın, yazdığım hər biri əslində böləni olaraq gedir. Yəni ədədin bölənidir. Sonra nə baş verir burada? 10. 10. Və baxın, 10-10-da 10-10 bizim ədəbiyyatda kulminasiya nöqtəsi deyirlər. Belə tam şey nöqtəmizdir. Zirvə nöqtəmizdir. Bundan sonra görəcəksiniz ki, hər şey təkrarlanır. Hətta bu ikisi də təkrarlanıb. Aydındır? Yəni mən bundan sonra nə yazacağam? 25 yazacaqdım da, yəni məntiqən və artıq təkrarlanma başlayacaq. Və mən artıq buradan belə instruktiv olaraq bir şey düşünürəm ki, onda mən ədədin özünə qədər yox, birdən başlayıb kök altda n-ə qədər getsəm, avtomatik nə baş verəcək? Əgər məndə i bölənidirsə, məsələn 4, i4-dürsə deyək, artıq n bölünsün i də böləni olacaq. Yəni 4 bölənidirsə, 100 bölünsün 4, yəni 25 də artıq 100-ün böləni olacaq. Okey? 5 bölənidirsə, 100 bölünsün 5, yəni 20 də onun böləni olacaq. Başa düşürük bunu? Ayan Sədiyyə. Bəli. Rafiq Rəşid, bilirəm siz bilirsiniz, yəni kodunuzda gördüm çünki. Əsas Ayanın Sədiyyərə bilən bu aydın olsun. Kod da çox sadədir, yəni bayaq normal yazacağımız kodu sadəcə kök 6-ya kimi yazırıq. Bir də bəzən kök 6 yazılmır. Sizə bir dənə onu da qısaca göstərim. Biz nə dedik? Kök 6-ya kimi gedirik yazdıq, düzdür? Onda bu nə deməkdir? Yəni ifimiz necə olacaq? For-un şərt hissəsi. i kiçikdir bərabərdir kök 6 n olur da, düzdür? Kök 6 ilə işləmək bəzən rahat olmur. Qısaca bunun əvəzinə belə bir həll deyə görə bilərsiniz. i vur i kiçikdir n, yəni hər tərəfi kvadrata yüksəltsəz, kvadratı, bu eləyir n, bu da eləyir i kvadratı, i vur i. Aydındır? Yəni bu ifdə görə bilərsiniz. Ya SQRT kimi gedirik, ya da ki i vur i kiçikdir n. SQRT yazmaq əvəzinə çox vaxt insanlar bunu tərcih eləyir. Onun üçün mən də bu ilə yazacağam. For int i başlayırıq birdən, i kiçikdir bərabər. Daha sonra i vur i kiçikdir bərabər n-lə, i plus plus. Bax, belə yazıram. Cout if, daha sonra n faiz i bölünürsə, baxın nə dedik? Avtomatik belə yazıram. i də bölənidirsə, n bölü i də bölənidir. Cout i boşluq n böl i. N də atıram. 100-ün bölənlərini tapaq. Bax, 1 bölənsi 100 də böləndir. 2, 50, 4, 25, 5, 20, 10. Biz birdən n-ə qədər getsəydik və ancaq i-ni versəydik, yenə bunlar veriləcəkdi, amma bu səfər bir dənə sütun veriləcəkdi. Amma biz daha az dövr getdik, amma daha tez, daha çox bölən tapdıq. Aydındır? Bəli. Okeydirmi? İndi bir dənə son olaraq sizə nəyi göstərim. Bu kök altına kimi getmək bizə nə xeyir verir? Time olaraq çox qabağa düşürük. Baxın, kök altda n time hesablamaq çox rahat bir şeydir. Əslində demişəm bunu sizə. N-in yerinə neçə qoysaq, yəni ən böyük neçə qoya bilərik ki, kiçik bərabər olsun 10 üstü 7-dən. N ən çox neçə ola bilər deyə soruşsam, mən özünüzə rahatlıqla deyə bilərsiniz ki, 10 üstü 14-dür, düzdür? 10 üstü 14 qoysaz, kök altda 10 üstü 14 bizə
nə verir? 10 üstü 7 verir. Düzdür? Deməli, mən hətta 10 üstü 14-ə kimi olan ədədlərin bütün bölənlərini tapa bilirəm. Qayanın nəsə var burada uşaqlar? Xeyr, mən. Amma bir düşünün, bayaqları heç 10 üstü 7-ni güclə tapırdıq. Yəni güclə dediyim, yəni deyirdik ki, ancaq 10 üstü 7-yə kimi geçsək tapa bilirik, ondan sonra tapa bilmirdik. Aydındır? Qarnı nəsə yoxsa? Və bundan sonrası da çox rahatdır. Ədədin sadə olub olmadığını, yəni P olub olmadığını tapmaq. P olmaq nədir? Ədəd yalnız 1 vurulsun P ola bilər də, yəni başqa böləni olmasın. Və bunu necə yoxlayaq? Bu kodun içində 2-dən başlayaq, 1-dən yox. Çünki 1 onsuz bölünəcək. 2-dən başlayıb kökə kimi gedirik və ixtiyari bir dənə bölən tapırıqsa, cout no verək, baxın, və return 0 verək. Break yox. Return 0. Yəni no ver və dur. Əks halda cout yes ver. Baxın, nə baş verir? Əgər 100-ə kimi gedəndə, məsələn 2-nin özü 102-yə bölünəcək, deməli böləndir. Düzdür? Və çıxışa no ver. Yəni ədəd sadə deyil, mürəkkəbdir. Baxaq, 100 verənə verəcək no. Və return elədiyi üçün break eləsəydi yes-ə davamıca verərdi. Amma return elədiyi üçün direkt bitdi kod. Amma mən məsələn buraya 101 yazsam, mən bilirəm ki 101 sadə idi. Deyən görüm, özüm təcrübələndim. Aha, 101 sadə ədəddir. Baxın, 101 üçün heç bir bölən tapmayacaq. Düzdür? Bir dənə 1 var, bir də özü var. Onlar da tapmır. Yəni 2-dən başlatmışıq. Ona görə də heç bir bölən tapmadığı üçün bu forun içindən heç nə run olmadı. Ən sonunda bir dənə cout yes-i verdi və salam. Bu qədər. Qaranlıq nəsə var? Bax məsələn, return 0-ın ən yaxşı nümunəsi bu nümunədir. Yəni həqiqətən usefuldur. Əgər mən break yazsaydım, mən gərək bir dənə bura ayrıca if yazardım. Nə bilim bir ansa true falan eləməli idim ki, bölən tapmısanmı ya yox. Amma return 0-dan olanda direkt ekrana çıxışa verə bilirik. 33-dür. İnanmıram buradakı hamısını artıq çatdıraq. Bu tipli bir dənə suallara tez baxaq. Nə yazmısınız burada? BQ-da. Rəşid. Submit fail'ı bir də göndər. Lens nəsə size-dan istifadə edir. Mən lens funksiyonundan heç xoşum gəlmir. Nə fərq var ki? Yox. Mən size-da olmur, vektorda olmur. Şeydə də var. Stringdə də var. Size hər şeydə var. Massivdən başqa hər şeydə var. Bildim. Uzun getmirsən, niyə bu qədər uzatmısan suala? Son şərtinə qayıdaq uşaqlar, nə istəyir? Deyir ki, maraqlı bir sualdır. Son şərtinə gəlməsəm, gedirəm. Yox, bir dəqiqə, mən buna baxırdım, buna baxmırdım axı. BP. Son şərti buydu. Bax, başqa şey gördüm. Nəsə, yəqin obrisine girmişəm. Mən indi baxdığım sual buydu. Buna baxmışam. Ha. Okey. Son şərtlə nə istəyir uşaqlar? Hə, son şərtini görmüşəm bir anlıq. Deyir ki, əgər rəqəm cütdürsə, yəni baxdığımız rəqəm cüt rəqəmdirsə, onu bir vahid artırın. Yox, tək rəqəmdirsə, onu bir vahid azaldın. Məsələn, baxaq. 9. Bir rəqəm baxacaq. 9. Təkdirmi, cütdürmü? Təkdir. Onun üçün azaldacam, eləyəcəm 8. 8. Cütdür, azaldacam 9. 3.
Bir dənə azaldacağam 2, bir dənə artıracağam 3, unutdum 0, 1. Yəni mən hər rəqəmi 1-1 buna uyğun dəyişməliyəm. Bu sual niyə bu qədər önəmlidir? Niyə buna baxırıq? Çünki biz indiyə kimi neynirdik? Rəqəmi ədədə tərsdən baxa bilirdik ancaq. Hə, düz mən indi bunun rəqəmlərinə tərsdən baxa bilərəm. Yəni 0, 1, 2, 3, 8, 9 şəklinə baxa bilərəm. Heç bir problem yoxdur. Amma bəs yəni mən axı bunu ekrana mən təzədən bu ədədə yığıb verməliyəm. Düzdür? Mən necə edeyim ki, bunu təzədən yığa bilim? Burada bizim köməyimizə nə gəlir uşaqlar? Belə danışaq. Biz yadınızdadır şeydən danışırdıq. Ədədi gəlin əvvəl ondan danışaq, sonra keçək bura. Yəni bizə bu dəqiqə problemimiz nədir? Biz bayaq yəni while-ın kodunu bir də yazmışdıq. O kodda biz yəni uzun sözün qısası tərsdən baxa bilirik ancaq. Yaxşı biz necə eləyək ki, düzünə baxa bilək? Düzünə baxa bilməyin əslində çox da bir yolu yoxdur. Yəni biz tərsə baxmağa məcburuq. Amma belə bir şey, belə bir anlayış var da. Deyir, tərs olan bir şeyi bir də tərsinə döndərsən düz olar. Düzdür? O zaman mən bunu əgər baxanda tərsə döndərirəmsə, eyni yöntəmlə bir də baxım, onda avtomatik düzə döndərmiş olacam. Tamam. Başa düşürüm, yəni uzun sözün qısası nə demək istəyirik? Yəni ki, mən bu ədədə baxanda, baxaq, deyək ki, sadə bir rəqəm götürək, yəni bu, hələ ki, bundan başlamayaq. Məsələn, mən deyək ki, 123-ə baxıramsa, heç artırıb azaltma eləməyək. Biz baxanda nə baş verir? Ədədə tərsə baxdığımız üçün 3 olur, 3-ə baxırıq, 2-yə baxırıq, sonra 1-ə baxırıq. Mən bunu bütöv bir ədəd kimi yıxsam, yəni 321-ə çevirsəm sanki bunu və sonra bir də təzədən fırlatsam, bu zaman nə baş verəcək? Təzədən 123-ə gəlib çıxacaq. Aydındır? Yəni mən ədədin rəqəmlərinə düz şəkildə yadda saxlamağın bir yolu yoxdur. Hələ ki, yəni vektor keçmədiyimiz, stringləri bilmədiyimiz üçün hələ ki bildiyimiz yöntəmlərlə bunu eləyə bilərik ancaq. Yəni 2 dəfə tərsinə çevirəcəyik, təzədən olduğu vəziyyətinə qaytaracağıq. Aydındır? Düzdür, indi koduna falan baxacağıq. İndi koduna tez falan baxarıq. Amma koduna baxmaq üçün nəyə başa düşməliyik? Bunu. Yadınıza gəlir biz nədən danışmışdıq? Ədədin deyək ki 4 rəqəmli ədəd var. 4, 1, 3, 5. Yadınızdadır bunu demişdik ki belə yaza bilirik. 4 vurulsun 1000. Üstə gəl. 1 vur 100. Üstə gəl. 3 vur 10. Üstə gəl 5 şəklində. Daha sonra 5 vur 1 şəklində. Yadınızdadır mı bu? Bəli. Okey. Gəlin belə bir şey eləyək. Onu bu. Buna T1 deyək. Buna T2 deyək. Buna T3 deyək. Buna T4 deyək. Yəni dəyişən kimi baxaq sadəcə. Yəni sırf ədədə yox, bunun rəqəmlərini tapmışıq və indi rəqəm bir-bir baxırıq. Baxın, çox qəliz görsənə bilər, amma heç deyil. Yəni gözünüzü qorxutmaq istəmirəm, amma yenə də biraz beyniniz çox yüngül var, yana bilər. Nə edirəm? T4-ə dəymirəm. Plus T4 qalır ən sonda. Yəni onsuz da vur 1-də çox da önəmi yoxdur. Buradan bir sanki bax bundan vur onu mötərizə xaricdən çıxardıram. Nə qalır burada? T1 vurulsun. 1000 idi, oldu 100. Tamam. Üstə gəl. T2 vur. 100 idi, olacaq 10. Üstə gəl T3. Bura kimi qaranlıq nəsə varmı? Yəni çaşdırıcı bir şey görsənirmi? Yoxdur da, düzdür? Okey. İndi baxın. Eyni prosesi bunun üçün bir də edəcəm. T3 qalır. Buradan yenə bir mötərizə kimi açacağam. T1 vur 10. Üstə gəl T2. T2 mötərizə vur 10. Üstə gəl T3.
vur 10 mötərizəni bağlayıram. Ya da mötərizi bağlamışam oca. Üstə gəl T4. Baxın, əslində vurub atsaz, yəni bu görəcəksiniz ki, elə başda yazdığımız şeydir. Sadəcə nə var? Bu şəkildə gedir. İndi bax, maraqlısı budur. İstəsəz sırf görünüş xatirinə deyirəm. Bunda bir dənə mötərizəyə alın. Sırf görəsiniz deyə bir T1-i prosta mötərizəyə alın. Bir dənə baxın görün nə olur. Kod olaraq düşünün bunu. Kod sanki buradan bu yana doğru gedir. Ədədi vurursunuz ona, üstünə o bir ədədi gəlirsiniz. Vurursunuz ona, üstünə o bir ədədi gəlirsiniz. Vurursunuz ona, üstünə o bir ədədi gəlirsiniz. Bir alqoritm oxşamırmı? Sizcə? Bəli. Baxın, biz rəqəmləri tapanda neynirdik? Faiz onu tapırdıq, sonra ona bölürdük. Burada bir tərsinədir. Üstünə gəlməyi faiz 10 kimi düşünün. Ona vurmağı da bölmək düşünün. Yəni, ədədi yığmaq parçalamaqın tam əksidir. Yəni, mən neyniyəcəm? Uzun sözün qısası. Qaydaq, məsələn, buna. Mənə lazımdır ki, deyək ki, 517-ni tərs şəkildə yığmaq. Necə? Götürəcəm 7-ni. 7-ni olduğu kimi yazacam. Sonra vuracam ona, eləyəcək 70. Üstünə gələcəm 1-i, eləyəcək 71. Daha sonra yenə vuracam ona, yenə üstünə gələcəm 5-i və salam. Olacaq nə? 715. Fikir verin, tərsini yığdıq. Və baxın, bunu yenə bayaqki kimi, yəni o while-ın içinə salsaq, olacaq nə? Son rəqəm 5, sonra ondan sonraki rəqəm 1, sonra nə? 7. Baxın, elə bayaqki məntiq nə eləmiş olduq? Bir növ təzədən bundan buna gəldik. Ona tərs çevirdik, sonra tərsi bir də tərsə çevirdik. Aydındır? Dediniz ki, mən tərsinə çevirdim, niyə tərsinə çevirdik? Yəni, bunu niyə elədik? Məsələn, biz onsuz sualın şərtində nəsə istəyirdi. Mən birinci tərsinə çevirəndə istədiyini eləyim. Sonra ikinci dəfə tərsi çevirəndə heç eləməyim. Elə prosto tərsinə çevirək. Bax, məsələn, o bayaqki sualını xatırlayaq. Bölmə sualını. Nə idi? Buydu da. Aha. Mən nə eləyə bilərəm? 0-ı götürərəm. 0-ı nə eləməliydim? 1 eləməliydim. Yazıram. Vur ona, nə bilim, üstə gəl 0-ı. O bayaqki də, yəni eləməli olduğumuzu bir-bir eləyəcəm. Görəcəm ki, bunu yığdım. Sonra bir də bunu tərsinə çevirəndə, görəcəm ki, 8, 9, 2, 3, 0, 1. Yəni bu şəkildə bunu, ya bunu burada yazaq. 3, 2, 9, 8. Yəni bunu bir üçün buna dönüşdürürəm, sonra buna dönüşdürürəm. Aydındır mı? Qaynaqlısa var mı? Bəli. Okey, tez koduna baxaq, sonra ikinləşdirərəm. Elel n sin n, yəni normal məntiq. Elel t götürürəm. Bu tərsinə yadda saxlayacağım ədəddir. Yəni elə düşünün. While n böyüdü 0 olana qədər birinci dəfə tərsinə çevirmə prosesini eləyəcəm. Elel k n faiz 10 n böl bərabərdir 10. İndi baxın, k məndə artıq ədəd kimi var. Mən nə etməliyəm? Əgər k faiz 2 0-dırsa k-nı artırmalıyam. Else deməli cüt tək ədəddir, təkdirsə də azaltmalıyam. Okey? Və mən indi bu k-dan istifadə edən yeni bir ədəd yığmalıyam. Baxın, nə dedik? Vur 10, üstə gəl ədəd. T vur bərabər 10. T üstə gəl bərabər k, yəni ədədim. Yəni bayaq necə yazmışdımsa eynisi. Və yaxud da bu şey görsənirsə gözünüzdə belə də yaza bilərsiniz. T bərabərdir, T vur 10. Yəni göz yaddaşı deyə bir şey var da. Bayaq yazdığımı ona yazmışdım bir dəqiqə. Bir saniyə. Aha, məsələn buna baxsaq. Baxın, vur 10 üstə gəl T2, vur 10 üstə gəl T3, vur 10 üstə gəl T4.
Yəni elə bu şəkildə də yadda saxlaya bilərsiniz. So, baxın indi gəl hələ ki sadəcə siyah T-ni verək ekrana. Görəcəksiniz ki T-ni tərs şəkildə, yəni 101 yox, yəni bunu götürək də gəl. Bunu verək, bunu verməyi yoxlayaq. Görəcəksiniz ki, baxın tərs şəkildə çıxışa verib. Düzdür? Amma indi biz nə etməliyik? Bunu bir də tərsinə döndərməliyik. Yəni dolayı yolla nə edəcəm? Yəni bayaq yazdığımı təkrarlayacağam. Bunu buradan kopyalayıb dolayı yolla bunu təkrarlasam daha tez olar. T sonra K qala bilər. T da bunu K-nı saxlamasaq belə siyah direkt M faizi versək, T faizi versək bəs edir. So burada da bax. Yəni bilirik ki, bonusu tərsinə çevirir. Düzdür? Tərsinə çevirmişik, bir də tərsinə çevirsək, so axtardığımı əldə elədim. Belə. Qayna nəsə varmış olar? Xeyr. Hayır. Diğerləri Rəşid, Rafiq, Sədiyar. Hayır. Bu tipli sual olsa yaza biləcəksiniz? Ben. Bəli. Güvənirəm. Sonra. Sadəcə sualın bir dənə şərtinə baxın. Rəşid, bu niyə yaza bilməmsən bax? Bu qədər çətin sual deyil axı. Mən düzəltmək istəyirdim. Prosto dedim də submit eləmə olmurdu. Yəqin ki, eyni məntiq, bu ilə eyni məntiq deyil də kodun, düzdür? Bəli. Nə düşünmüsən yaxşı deyirəm? Dəqiqə. Mən yəni məntiq deyəndə ki biraz dəyişdirdim də, orada ikisi də bərabər zat yazdım, belə çox Yox, dəyişdim. yenə də keçməyəcək, yəni alınmayacaq. Səbəb nədir? Çox dövr eləyəcəksən, indi özün görə hiss eləyəcəksən onu. Məsələn, sənə versə ki, deyək ki 9 dənə 0, sonra 1, tamam. Sən məcbursan nə verəsən? 1 arxasına 11-dən 0, düzdür? Okey. Və sən belə bu ədəddən buna qədər getməyə çalışsan 100% time limitə düşərsən. Aydındır? Yəni bu 100% bir time limitdir. Çünki dövrlərin, yəni ədəd olaraq stringə falan çevirməyi qoyuram qırağa. Sırf yəni forun belə dövrə düşəcək. Son şərtlə nə deyir? By the way, bir də hamı üçün izah edeyim. Bu son sualımız olsun, sonra qutaraq. Deyir, belə düşünün də, məsələn 78 verirsə, 78 neçə rəqəmlidir? 2 rəqəmli. 2 rəqəmli yox da 3 rəqəmli ilk ədədə çıxışa ver. Yəni 100-ü. Məsələn 956.713-dürsə, neçə rəqəmlidir bu? 6 rəqəmli, 7 rəqəmli ilk ədədi çıxışa ver. Son şərtini başa düşdük. Yəni ədəd neçə rəqəmlidirsə, bir sonraki rəqəmli ədədin ilk nümayəndəsini çıxışa verməniz istənilir. Tamam. Hamıya aydındır? Son şərti. Bəli. Və tiyo verəcəm. Hər zaman ilk nümayəndə ya 10 olur, ya 100 olur. Yəni buradan tutun da ya 1000 olur, ya 10 min olur, ya 100 milyon olur, ya 100 min olur, ya 1 milyon olur. Yəni bir arxasında sıfırlar olur da, uzun sözün qısası. Və dolayı yolla əgər baxdığımız ədədin neçə rəqəmli olduğunu tapsaz, ondan bir sonraki rəqəmi hər neçədirsə, yəni belə deyək də, siz 72-yə baxsaz, 72-nin 2 rəqəmli olduğunu tapa bilsəz, onda 100-ü tapmaq çox da bir problem olmayacaq. Necə? 1 ver, arxasına da 2 dənə 0 ver, elə düzəlir də hər şey. Və yaxud da bu 6. Ədədin 6 rəqəmli olduğunu tapsan, indi yazdığımız hanı, bunun 6 rəqəmli olduğunu tapsan, sən 1 ver, arxasına da 6 dənə 0 verirsən, onsuz ədədin 7 rəqəmli olacaq. Aydındır hamıya.
Bəli. Okey? Hər zaman Evet. az dövrlü olan, daha qısa olan, daha sabit olan, daha stabil olan kodlar düşünün. Yoxsa bir-bir gedib bütün i-dən başlayıb bir-bir hamısını yoxlamağın mənası yoxdur. Aydındır? Bəli. Tamam, Rəşid. Kodun şeyə başa düşdün səhvini. Hə. Okey. Belə. Bunun kodunu yazarsın. Uşaqlar, bundan sonra artıq yəni gec olur. Bundan sonrakılara bir də baxın səhvlərinizə falan. Artıq yəni indi öyrəndiklərinizlə onları da düzəltməyə çalışın. Və qorxuram, desəm ki, A-dan bura kimi verirəm, yəni başdan bura kimi verirəm ki, boşlarınızı çatdırın, qutarın. Bunu eləyin. Gəlin dərsə heç nə eləməyib durub üstümə gələcəksiniz. Yaxşı. Qorxuma güvənmirəm. Eləyə bilmədiyiniz bütün suallara bir də baxın. Hamının ən azı biraz sualı var. Tamam. Rəşid, sənə də aiddir. Çalış bu qırmızıları, boşları tamamla izahlarla. Hə, vaxtın qalsa istəsən sorulara. Hə, deyək ki, qutardınız, deyək ki, inanmıram qutararsınız, amma deyək ki, qutardınız, hə, onda C-dən başlayıb davam edə bilərsiniz istədiyiniz qədər. Okey? Tamam. Amma dediyim kimi, bu suallar qutarmayana qədər yeni mövzu keçməyəcəm. Okey? Bu kontest qutarmalıdır. Tamam. Bəli. Hamıya aydındır. Bəli. 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 Okey, belə. Rekordu burada durdururam. Deməli, Eşidirəm.